Qapaq açırdı, gördün də çıxıb həyətindən. Neyimizde olmasa qonaqpərvərimiz var. Görüşte geldik. Geldim buna. Bir dəfə Aygün Kazımov gəlmişdi şəhərdə işləyəndə. Əsl Bakı yeməyi, əsl Bakı küftəsi. Bakının köhnə məhəllələrini addım-addım gəzib, hər həftə sonu birindən keçib, gəlib çıxdı Bakının kəndlərinə. Bəli, Bakının 30 kəndindən biri olan Balaxanaya gəlmişik. Gəlmişik görək nə var, nə yox. Balaxana əvvəl necə yer olub, indi necə yerdir? Və ümumiyyətlə, Balaxanın sözünün mənası nədir? Bəli, müəyyən suallarımız var, amma vaxtımız azdır. Odur ki, vaxt itirmədən başlayaq. Mən doğulduğum kənddir, Balaxanı kəndi. 68-i doğulmuşam. Balaxanı gözəl kənddir, həm sakinləri, əhalisidir. Bizim neyimizdə olmasa qonaqpərvərimiz var. Ölü olacaq həmişə. Əvvəl biraz nətər deyim, baxımsızlıq idi kişilərimiz. İndi maşallah hər şey qəşəngdir, gözəldir. Siz gördünüz ki, nədir, nə deyil. Burada düzəldiblər bizim üçün, hər şey qəşəngdir, yaxşıdır. Bəs Balaxana nəyinə məşğul idi? Balaxanı ən birincisi bizim neftimiz olur. Elə illər vardı ki, qapaq açırdı, gördün də çıxıb həyətindən. 50 il buna bax, biz uşaq olanda yadımıza gəlir. Hamının damları qırdan idi, qırı ərirdilər həmən. Ümumiyyətlə, burada sakinlərin məşğuliyyəti nə olub əvvəllər? Nə ilə məşğul olurlar? Çoxsu neftdə işləyiblər də, mədənlərdə işləyiblər. Balaxanı nə ilə seçilib, nə ilə fərqlənib əvvəldə? Böyüklərə hörmət. Ayda qanun bu idi ki, kiçik olan yerdə böyük gəlib oturmazdı. Böyük olan yerdə kiçik gəlib oturmazdı. Hamısı bir-birinə hörmət eləyərdi. İndi mən hörmət biraz azalıb demək olar. Balxanı qabaq kəndimiz idi, Balxanı. İndi də orada fazenda deyirlər. Ora çox gəliblər də. İnsanlar da qoca nəsil tükənib, cavan nəsil inşallah. Allah onları salamat eləsin. Uşaq olanda gözləyirdi ki, haçansı Novruz bayramı gəlsin. Xalası gilə, bibisi gilə, dayısı gilə gedən kim, babası gilə gedən kim, onlardan buraya gələr. İndi həmən ənənə bir balaca soyub. Heç kimin evinə gedib gəlmir. Telefonun günahlarıdır hamısı. Ancaq necə deyirlər, telefonla bir-birinə ünsiyyət qoyur. Mənim nənəm babam şəhərdə olurdu Sovetskidə. Anam vururdu bizi qoltuğumuza Novruz bayramında. Gedik nənəm babam üçün şey yaparmağa. Şəkər buradan, paxlavadan zatdan. İndi heç bir kimi sorsan ki, nənəm gidib, babam şəhərdə gedib, onlara diyəcəklər yox. Bu hamam olub. Köhnə qədimi hamamdır. Neçə ilindir, tarix var bunun. Bu hamamın üstündə proyektlər çəkiblər. Gözləyirik görək haçan o proyekt icra edərlər. Yəni bu Balaxana hamamı o vaxtı məşhur olub, hə? Bəli. Burada istifadə eləmisiniz? Bəli. Biz o vaxtı uşaqlıqdan yadıma gəlib bir hamama gediş-gəlişimiz olub. Maraqlı bir hamam olub burada. Özüdəki çox belə qədimi hamamdır. Bu isə Balaxanada tarixi qum hamamıdır. Adının qum hamamı olması isə onun əsas hissəsinin torpaq altına tikilməsi ilə əlaqəlidir. Son dövrlər Balaxanada aparılan təmir bərpa işləri zamanı bu qum hamamda restavrasiya olunub və yenilənib, hazırda tarixi abidə kimi qorunur, saxlanır. Əmiraxu Şakir ağa türbəsi deyirlər buna. 1420-ci ildə sərf eləməsə tikilib. Şirvanşahlar sarayında işləyən vəzirin 1-ci İbrahim Xəlilullahın dövründə olub, onun oğlunun türbəsidir. Burada dəfn olmuş o. Bu isə Hacı Şahlar məscididir. 1382-ci ildə tikilib. Bu sökülmüşdü, sonra bu da sökülmüşdü. Amma lap bərbad halda idi, bərpa edilib. Bir dənə bu divara qalmışdı. Deməli, əgər burada məncə türbə olubsa, ondan qabaq da burada yaşayış olub da. Balaxanı fars dilində hündür ev, yuxarı ev deməkdir. Balaxana, Balaxanı Yuxarıda tikilmiş evdə belə. bəli, Abşeron səviyyəsində ən hündür kənd bizimkidir. Balaxanı, yəni yuxarı ev. Özümüz Balaxanlıyıq, oğlan da Balaxanlıydı, yoldaş. Geldim buna ve gelip biz razında olurdu. Görüşte geldik. Geldim buna. Atam, anam Balaxanlı olub, onlar da qonşu olublar bir-birinə. Görüşüblər və evlənib atam. Yerli sakinlərdən başqa turistlər də var. Yəni gəlginlər çox da. Çoxdular, gəlirlər, hər gün gəlirlər demək olar. Turistlər çoxdur, axın çoxdur. Artıq Balaxana diqqət mərkəzindədir. Bəli. İstər yaşamaq üçün gəlirlər bura, çoxsu axışıb gəlirlər. Neçə ildir məşğulsuz bu işlə? Bu işlə 89-cu ildən. Hansı məşhur ayaqqabısını tikdiniz? Hazır ayaqqabı da tikirdim, saxlamışam. Bir dəfə Aygün Kazımov gəlmişdi şəhərdə işləyəndə. Çoxdan sapaşki tikdirdi. Belə deyə də zirə deyirlər ki, pomidor, nə bilim filan yer. Bəs bu Balaxanada məşhur nəsə var? Bizim toylarda qormadır, küftədir. Bəzi xörəklər var ki, burada populyardır belə deyək. Bişirənlər olub. Yəni ki, Balaxanı küftəsinin başqa yeməklərin içərisində seçə bilərsiniz dadına görə yoxsa?
Ola bilər ki, seçərəm. Bir yemək məsələn pişiriləndə, Abşerona aid olan yeməklərdə dadda ki, biraz bir balaca eynilik olur. Ona görə bir balaca məsələn üçün bu pişağı küftəsidir, bu balxanı küftəsidir. Gedib biz də bir dadına baxarıq, görək həqiqətən bu nədir bu Balaxanı küftəsi? Hamı deyir. İnşallah. Bakı qoyulması, natiq bundan yoxdur. Bu əsl məcundur. Bu da natiqin küftəsidir. Buna bax, buna bax. Atom bombası deyir. Yəni bu küftənin başının digər kəndlərdəki o küftələrdən fərqi nədir? Küftə Balaxanadadır qardaş. Bu şabalıqlı şəri daha. Bu da başqa özəlliyi var. Bu nezətli. Bunu bir dənə mərdə göstərsən qardaş, buna bax, buna bax. Bax bu da bax Bakı buğulaması. Buna bax, buna bax, bu da qardaşım. Buna bax. Cız əli ya görsən? Bax bu Bakı buğulaması. Bu əsl Bakı yeməkləridir. Bax bu da bax quzu maçasıdır. Bax qardaş, buna bax. Uf. Bax bu da ələngədir. Natiqin canı dünyaya bax ses bax bu ələngə. Bu ələngəni yeyirsən, dönürsən pələngə. Balaxanlılar Balaxanı yeməklərin, ümumiyyətlə fərqli yeməklərin o qədər təriflədilər ki, o qədər gözəl təqdim etdilər ki, adam istəyir ki, bir dadına baxsın, özü bir şahid olsun ki, bu dad nə daddır. Qutabdan başlayıram, yaxşıdır, əladır. Bu da deyirlər Balaxanı kompotudur. Bu isə Balaxanının o məşhur küftəsi. Bayaqdan vətəndaşların, sakinlərin dediyi o küftə. Dadına baxaq görək bu nə küftədir bu. Əladır. Deyəsən elə deyilən kimi var. Kasıdan baxır, Fərqlidir. Kasıdan bax. Bəli, bir vaxtlar öz nefti ilə Azərbaycan dünyada tanıdan, hazırda isə müasirliyi ilə seçilən və diqqət çəkən, turistləri özünə cəlb edən Balaxanda yaxın bir saatda gördüklərimiz, çəkdiklərimiz və deyəcəklərimiz bu qədər. Növbəti kənddə görüşərik.